Bir saat ərzində iftara nə hazırladım? Gəlin birlikdə baxaq. Sabah sizin üçün bir fikir ola bilər. Çox ləzzətlidirlər, çox asan hazırlanırlar. Mütləq siz də hazırlayın. Ana yemək üçün biz badımcanların qabığını zebra formasında soyuruq, daha sonra sobaya göndəririk. Üzərinə biraz duru yağ və duz əlavə edirik. Ardınca ətin üzərindən soğan, keşniş, duz, iot əlavə edirik və badımcana gördüyünüz kimi belə forma veririk, büküb bişirəcəyimiz soba listinin üzərinə əlavə edirik. Üzərinə tomatla suyu açırıq, duz da əlavə edirik. Qəşəng gedir sobada bişmir. Küflərin gavurdaq salatından ötürü ürəyim gedir. Bizim eyni ilə çoban salatının dadına bənzəyir, amma çox xırda-xırda doğranılır. Pomidor, xiyar, bibər, qırmızı soğan, qoz, sarı dəstə cəfəri, limon suyu, duru yağ və yaxud da nar şərab. Şorbamız üçün xırda-xırda doğradığımız soğanların üzərinə toyuğun filesini əlavə edirəm. Daha sonra kub-kub doğradığım kartofları, yumru düyü və su əlavə edirəm. Bunlar qəşəng qaynayıb bişdikdən sonra bir dəstə cəfəri, bir dəstə keşniş, bir dəstə şüyü də əlavə edib qarışdırıram. Bu şorbanı ölü hiss edirlər. Çalışın iftarı su xurma ilə açandan sonra 10 dəqiqə gözləyin. Ardınca başlayın şorbanızı yeməyə. Şorbanı bitirdikdən sonra harca 20-30 dəqiqədən sonra başlayın ana yeməklərdən dadmağa. Ana yeməyi düyü ilə servis edə bilərsiniz. Allah qəbul eləsin.